110 manata dəyişirdim, 113 manat, 112 manat belə fərq edir. 5-10 manat artım olub. Yağların qiymətində artım var. Hörmüz boğazının bağlanması və Bax belə ciddi fəsadlara gətirib çıxarır. Klapan sanitariya nəticədən sıradan çıxır. Sonra yağlanma düzgün getməyəndə bu kimi nağarlar olur. Qurumlara görə yağ kanalları tutulur və sepi sıxa bilmir. Sepi sıxa bilməyəndə sep atada bilər, klapanlar əylədə bilər, mühərrik ciddi ziyan görə bilər. Avtomobil mühərrik yağlarının qiymətində artım müşahidə olunur. Bu da sürücülərin keyfiyyətsiz və ucuz yağ almasına vadar edir. Son dövrlərdə yağların qiymətində artım var. Bizim ən çox yaşadığımız problemlərdən də biri budur. Müştərilər büdcəsinə uyğun yağı ala bilmir və ona görə ucuz segmentli yağlara qaçır. 2-3 manat fərq eləyir, o da ki, çox da bilinmir, gözdə görsənmir yəni. Ucuz yağdan istifadə edərsiniz. Məcburiyyətdən təbii ki. Məcbur qaldığım müddətdə yəni ki, maddiyyətimə görə yağı dəyişirəm də yəni. Axır vaxtlar eşitmişəm 5-10 manat artım olub. Amma indi nə qədər düzgündə onu yalan deyərəm. Son zamanlar bazarda ucuz və keyfiyyətsiz avtomobil mühərrik yağlarına rast gəlmək mümkündür. Bu da sonradan avtomobil sahibləri üçün bax belə ciddi fəsadlara gətirib çıxarır. Keyfiyyətsiz yağ yanacaq nəticəsində klapan sanitariya nəticədən sıradan çıxır. Sonra yağlanma düzgün getməyəndə bu kimi nağarlar olur. Qurumlara görə yağ kanalları tutulur və sepi sıxa bilmir. Sep atada bilər, klapanlar əylədə bilər, mühərrik ciddi ziyan görə bilər. Yağ seçərkən, yanacaq seçərkən təyinatına uyğun yanacaqdan yağdan istifadə edin. bu mühərrik yağlarının maye dəyərində əsas material xarici neftdir. Neftdən hazırlanan məhsulu təbii ki, Hörmüz boğazının bağlanması və dünyada neft qiymətlərinin 2 dəfəyə qədər bahalaşması son 2 ayda neftdən hazırlanan məhsulların, neft kimya sənayesinin məhsullarının hamısının qiymətinə artırıcı təsir göstərir. Neft kimya sənayesinin məhsulları bahalaşır. Misal üçün əvvəl 100 manata olan yağ indi olub 120 manat, 115 manat. Süni olaraq, yəni qiymət artımına gətirən firmalar varmı? Bəli, süni olaraq artıma gətirən firmalar da var, bu fürsətdən istifadə edib. Amma misal üçün o öz segmentində olan yağların bizim gəlmə yol pulusu falan bu kimi şeylərə görə, yəni özləri zavod tərəfindən artırılıbdır. Sahibkardan tələb edə bilməlirik, gözləməli də deyilik ki, artıq bahalaşan məhsulları əvvəldən aldığına görə, ehtiyatına yığdığına görə daha ucuz satır. Bu iqtisadi əsaslı səbəb deyil, çünki sahibkar bir məhsul satdıqdan sonra yenidən daha baha qiymətə xaricdən məhsul almaq məcburiyyətləri alacaq.